Ölkədə dövlət səviyyəsində məhz təhsilin inkişaf etdirilməsi istiqamətində bir çox layihələr, qərarlar qəbul olunur. Xüsusilə də məhz digər ölkələrin, xarici dövlətlərin universitetləri ilə əməkdaşlıq layihələri gücləndirilir və bu istiqamətdə həm xaricə tələbələrin göndərilməsi, Azərbaycanlı tələbələrin təhsil məsələlərini inkişaf etdirmək məqsədilə dünyanın ən aparıcı universitetlərində öz araşdırmalarını, fəaliyyətlərini davam etdirməsi və daha sonra isə ölkə daxilində bir çox universitetlərdə məzun olmuş universitet dövründə öz bilik bacarıqlarını inkişaf etdirdikdən sonra onların praktik səviyyədə işlə təmin olunması məsələsi də dövlət tərəfindən daim yüksək səviyyədə qəbul olunur, qarşılanır. Bunun üçün müvafiq addımlar atılır. Amma bəzi universitetlər var ki, dövlət tərəfindən ortaya qoyulan bu layihələri, proqramları, qəbul olunan qərarları icra etmək istəmirlər, edə bilmirlər və etmək imkanlarına malik deyirlər. Bunu hər halda müxtəlif şəkildə ifadə edə bilərik. Yəni, dövlət tərəfindən bu layihələr qəbul olunur, qərarlar verilir, müvafiq əməkdaşlıqlar qurulur. Bir çox xarici dövlətlərin universitetləri ilə həm də Azərbaycan universitetlərinin dünya universitetləri sırasındakı yerinin daha da yüksək sıralara gətirib çıxarılması istiqamətində də konkret fəaliyyətlər görülür. Yəni, bir çox universitetlərdə bu baxımdan layihələr, işlər və konkret fəaliyyətlərin olması məqamları diqqət çəkilsə də, bəzi universitetlər var ki, bu məsələlərdə öz üzərinə düşənləri, öhdəlikləri və məsuliyyətləri düzgün şəkildə icra edə bilmirlər. Bu da tələbələrin ümumiyyətlə həmin universiteti bitirdikdən sonra işlə təmin olunmaması, ümumiyyətlə universitetin indiki müasir dövrün tələb və çağırışlarına, standartlarına cavab verməkdən geri qalması və digər bir çox problemlərlə də yaşanır. Belə universitetlərdən biri də Azərbaycan Texniki Universitetidir. Yəni, bu universitetlə bağlı da Modernaz saytında ümumi geniş şəkildə bir təhlil yazısı hazırlanıb və bu yazıda ortaya çıxan məqamları sizin diqqətinizə çatdırmaq istəyirəm. Yeni dünya konkret rəqəmlərlə izah olunur. Rəqəmsal iqtisadiyyatın qlobal ümumdaxili məhsulda payı son illərdə sürətlə artır və bir çox ölkələrdə 15-20% aralığında dəyişir. Süni intellekt bazarının isə yaxın illərdə 100 milyardlarla dollar həcmə çatacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, texnologiya seçimdən çox məcburiyyətdir. Bu reallıq fonunda texniki universitetlərin rolu ölçülə bilən göstəricilərlə qiymətləndirilir. Türkiyədə İstanbul Texniki Universiteti və Orta Doğu Texniki Universiteti beynəlxalq reytinqlərdə ilk 500-lükdə yer alır. Bu universitetlərin illik elmi məqalə sayı minlərlə ölçülür və bu istiqamətdə konkret fəaliyyətlərlə göz qarşısındadır. Və eyni zamanda Avropadakı bir çox universitetlərin konkret bu istiqamətdəki fəaliyyətləri də var. Hətta Cənubi Koreyada belə ölkənin texnoloji ixracının formalaşdırılmasında bu universitetlər birbaşa rol oynayır. Samsung, Hyundai kimi şirkətlərlə sıx əməkdaşlıq da mövcuddur. İndi isə Azərbaycana baxaq. Yəni, Türkiyə modeli var Çində ki, inkişaf göz qarşısındadır. Çin universitetləri də süni intellekt üzrə dünya liderlərindən biridir. Bu universitetlərin məhz IT üzrə elmi məqalələrin sayı qlobal miqyasda ilk yerlərdədir. Pekin Universiteti də texnologiya, innovasiyalar üzrə dövlət proqramlarının əsas icraçılarıdır. Yəni, Amerika Birləşmiş Ştatlarına baxaq, Almaniyaya baxaq, Avropanın digər ölkələrinə baxaq, Amerika Birləşmiş Ştatları inkişaf, yəni dövlət səviyyəsində qəbul olunan qərarlar, atılan addımlar müvafiq universitetlər tərəfindən necə icra olunur? Azərbaycanda isə IT sektoru inkişaf edir, amma bu inkişafın əsas yükünü universitetlər daşımır. Ölkədə fəaliyyət göstərən bir çox IT şirkətlərində çalışan mütəxəssislərin böyük hissəsi ya xaricdə təhsil alıb, ya da özünü müstəqil şəkildə inkişaf etdirib. Bu faktı əmək bazarı açıq şəkildə göstərir. LinkedIn və digər platformalarda yerli texniki universitet məzunlarının qlobal şirkətlərdə payı olduqca aşağıdır. Azərbaycanda ən yüksək bal toplayan abituriyentlərin böyük hissəsi texniki universitetlərə yox, başqa sahələrə yönəlir. Budur təhsilin göstəricisidir. Güclü universitet ilk növbədə ən yaxşı tələbəni cəlb edir. Problemin digər tərəfi tədris proqramlarıdır. Bir çox fənlər illərlə yenilənmir. Süni intellekt, data sənayesi, kiber təhlükəsizlik kimi sahələr ya zəif tədris olunur, ya da sözdə ən gərəkli sayılsa da ümumiyyətlə prioritet hesab olunmur. Bu isə əmək bazarının tələbi ilə qətiyyən üst-üstə düşmür. Universitet sənaye əməkdaşlığı da faktik olaraq zəifdir. Real layihələr, istehsalat təcrübəsi, startup ekosistemi kifayət qədər inkişaf etməyib. Halbuki dünya təcrübəsi göstərir ki, texniki universitetlərin gücü məhz bu əlaqələrdə ölçülür. Rəhbərlik məsələsi də konkret nəticələrlə ölçülməlidir. Əgər universitet beynəlxalq reytinqlərdə yoxdursa, məzunları qlobal bazarda rəqabət apara bilmirsə, deməli idarə etmə effektiv deyil. Bu şəxsi yanaşma yox, faktların
nəticəsi də Azərbaycan dövləti IT və süni intellekt sayəsində proqramlar həyata keçirir, dünyanın ən böyük ölkələri ilə əməkdaşlıq edir. Bu proqramların icrasında universitetlərin rolu minimaldırsa, burada ciddi boşluq var. Bu boşluq doldurulmasa ölkə xarici kadr asılılığından qurtula bilməyəcək. Nəticə aydındır ki, texniki universitet ya dəyişməlidir, ya da kənarda qalacaq. Qlobal rəqabətə, emosiyaya yox, nəticəyə baxmaq lazımdır. Yəni qlobal rəqabətdə əsas emosiyalar yox, nəticələr üstünlük təşkil edir. Rəqəmlər isə hazırda ürəkaçan deyil. Ekspertlər hesab edir ki, Azərbaycan Texniki Universiteti indiki halda heç bir yükü qaldırma iqtidarında deyil. Ölkənin gələcəyi bu ali təhsil ocağında olmasına baxmayaraq burada ocaq ancaq tüstü verir. Ekspertlərin məsələdən çıxış yolu kimi təklifləri sırasında idarə etmənin mütləq dəyişdirilməsi əsas yer alır. Səbəb kimi isə göstərilir ki, belə texniki universitet heç Mozambikə də lazım deyil. Yəni, bu baxımdan Azərbaycan artıq konkret tanınmış mütəxəssisləri təhsil sayəsində adından söz etdirmiş müxtəlif ekspertlər və tanınmış şəxslər bu fikirləri bölüşürlər ki, indiki texniki universitet nəinki Azərbaycana, yəni bu cür fəaliyyət göstərən texniki universitet heç Mozambikə belə lazım deyil. Bununla biz heç bir inkişafdan danışa bilmərik. Bu baxımdan Modern As saytında geniş şəkildə təhlil yazısı hazırlanmışdı. Bu sosial şəbəkələrdə də geniş səs-səda yaratmağı bacardı və bunun rezonans doğurmasından sonra həmin müvafiq universitetin idarə etmə heyəti, başda rektor və digər rəhbərlikdə təmsil olunan şəxslər daxil olmaqla ən azı məsələlərlə bağlı konkret nəticələr çıxarmaq əvəzinə, yerinə biz nəyi görürük? Sosial şəbəkədə Modern As saytı bu xəbərləri və təhlilləri bölüşdükdən sonra dərhal həmin universitetin müəyyən kadrları, müəllim heyəti tərəfindən paylaşımlara əks və negativ reaksiyalar gəldi ki, sizin başqa işiniz yoxdur, başqa belə deyim, məsələ yoxdur, bu mövzunu qabardırırsınız və s. Halbuki bunlar hamısı faktlardır, təhlillərdir, ictimaiyyət qarşısında hər kəsin bu barədə gördükləri var, mütəxəssislərin dedikləri var. Biz də təbii ki, kütləvi informasiya vasitəsi olaraq insanlarımızın, cəmiyyətimizin bu fikirləri nəzərə alaraq ümumi məlumatları, faktları sizə təqdim edirik. Amma nədənsə universitet rəhbərliyini bu baxımdan konkret indiyə qədər buraxılmış səhvlərdən nəticə çıxarmaq, dəyişiklik etmək əvəzinə bu cür addımlar atmasını görürük. Bəlkə də elə müəllimləri bilərəkdən hansısa yolla qorxudaraq işdən çıxarılması ilə bağlı onları hədələyərək belə addımlar atmasına da belə deyək ki, göstərişlər verilə bilər ki, gedin bu paylaşımların altına müəyyən şərhlər yazın, fikirlər ünvanlayın ki, güya ki, bunlar heç bir doğru deyil, həqiqət əks etdirmir. Amma hamı bilir, az çox Azərbaycan cəmiyyətinin reallığından biz məlumatlıyıq və insanlarımız da bu proseslərin içərisində olduğundan hər kəs hər şeyi çox gözəl bilir. Ona görə universitet rəhbərliyi və digər bu baxımdan idarə etmədə təmsil olunan şəxslər ən azı özlərinə baxıb, öz problemlərini, öz bu baxımdan ortaya çıxan məqamları aradan qaldırmaqları daha yaxşı olardı. Nəinki bu cür şəkildə davranışlar nümayiş etdirmək, hansısa media qurumlarını itham etmək, medianı bu məsələlərdə başqa cür gözdən salmağa çalışmaq. Bu doğru deyil. Əslində media cəmiyyətdəki mütləq problemləri görməlidir, bunları çatdırmalıdır və biz də bu baxımdan öz işimizi görməyə çalışırıq. Yəni, həqiqətlər, gerçəklər hadisələrin gedişində, proseslərin davamında da özünü göstərir və mütləq ki, müasir dövrün tələbləri ilə, reallıqları ilə qarşı-qarşıya qaldığımız bir məqamda bunları da nəzərə almalıyıq. Azərbaycanlı tələbələr nəyə görə öz universitetlərimizdə daha yaxşı təhsillərini inkişaf etdirib, davam etdirib, praktiki bilikləri tətbiq etməsində, yəni bu universitetlər tərəfindən bu kadrlar hazırlanmalıdır, bunlar təmin olunmalıdır. Nəinki xarici universitetlərə onlar gedirlər, daha sonra elələri var ki, heç ölkəyə qayıtmır və ya ümumiyyətlə daha çox qaydalar içərisində xarici təhsil üstünlük təşkil edir. Yəni Azərbaycanlı tələbələrin daha çox xaricdə təhsil alıb, özlərini inkişaf etdirib, ölkəyə qayıtması və qayıtmaması halları bu göz qarşısında ola bilər. Nəinki yerli universitetləri bitirmək, orada təhsil almaq, onu inkişaf etdirib daha da yüksək səviyyəli kadr yetişdirmək. Yəni bu problemlər var, bu çətinliklər gözümüzün qarşısında. Buna görə mütləq ki, təkcə texniki universitet, digər universitetlər də bu baxımdan müəyyən addımları daha da sürətli şəkildə atmalıdır. Necə ki, dövlət tərəfindən konkret qərarlar var, proqramlar var, razılaşmalar, əldə olunmuş sənədlər. Bircə universitetlərin öhdəliyinə qalır ki, bu ortaya qoyulan konkret yolu, xətti, konsepsiyanı daha da genişləndirmək, inkişaf etdirmək. Əgər bunlar belə məsuliyyəti özlərində hiss etmirlərsə, o zaman belə universitetlərin fəaliyyət göstərməsinin də heç bir önəmi qalmır.